Həmçinin bizdə Azərbaycanda biz bütün, yəni qardaşlar bir şey bilməlidirlər. Bunu xüsusən altından yəni xətt çəkərək deyirəm. Qardaşlar bir şey bilməlidirlər ki, vallahi onlar böyük nemət içərisindədirlər. Böyük nemət üzərindədirlər. Sadəcə olaraq indi gətirəcəm bu nemət nədir? Və gətirəcəm bu nemətin Şeyx Albani ilə, İbn Useymin ilə, Şeyx İbn Baz ilə, bu kimi müasir deyək də sələfi alimlər ilə əlaqəsi nədir? Sadəcə olaraq qardaşlar o nemətin içərisindədirlər deyənə o nemətin fərqində deyirlər. Çünki adətən belədir ki, insan neməti əldən verəndə o nemətin fərqinə varır. Ona görə bu qardaşlar və ya kiminsə başına bu gəlibsə, ölkədən bir müddət ayrılıb, demirəm kafir ölkəsinə gedib, yox, hətta müsəlman ölkəsinə, buradakı bu cəmaatı itirib, həmin ölkədə gözə axtarıb, onda fərqinə varıb ki, doğrudan da Azərbaycanda olanda hansı nemətin içərisində olub. Hələn bu qədər ixtilaflara rəğmən, xüsusən də son dönəm ixtilaflar nəzərdə tuturam. Cərh, təcrid, təbdi babında olan bu qədər ixtilaflara rəğmən yenə də böyük nemət içərisindədirlər. O nemət də nədir? Bugün Azərbaycan o ölkələrdəndir ki, Azərbaycanda yəni əhl-i-sünnə deyəndə hədis əhli nəzərdə tutulur. Azərbaycan o ölkələrdəndir ki, Azərbaycanda əhl-i-sünnə deyəndə sələflər nəzərdə tutulur. Və belə ölkələr çox azdır. Bu o demək deyil ki, sələflər azdır, yox. Dünyanın şərqindən, qərbinə, şimaldan, cənuba elə bir ölkə tapmarsan ki, orada sələflər olmasın, əhl-i-sünnə və cəmaət hədis əhli olmasın. Amma biz bundan danışmırıq əhl-i-sünnətin olub olmamasını. Biz bundan danışırıq ki, elə bir diyar ki, orada əhl-i-sünnə deyəndə məhz hədis əhli nəzərdə tutulur. Belə ölkələr çox azdır. Belə ölkələr bir Hindistandadır, Pakistan və Yemən əhli, bir neçə ölkə və bir də Azərbaycan. Azərbaycanda hətta təsəvvür edin, bidət əhlindən biri, məsələn bizdə deyirlər ki, məsələn ibarə var da, sünni şiə, əhl-i-sünnə, əhl-i-şiə. Deməli, etiraz edir. Deyir ki, siz Azərbaycanda ümumiyyətlə deməyin ki, əhl-i-sünnə və əhl-i-şiə. Siz deyin ki, sələflər və şiə. Yəni, onun anlayışına görə Azərbaycanda əhl-i-sünnə yoxdur. Çünki Azərbaycanda əhl-i-sünnə deyəndə yalnız kimlər nəzərdə tutulur? Sələflər. Yəni, təsəvvürlə bunu bidət əhli görür. Bunu bidət əhli etiraf edir. Bu böyük nemətdir. Və bu nemətin nə olduğunu mən deyəcəm. Məsələn, bugün xüsusən bu fıqh məsələlərdə ümumiyyətlə yəni cəmaatı məzhəbçiliyə çağıran, kör təqlidə çağıran və s. qruplar ki var, yəni bunun tərəfdarı olanlar, onların ən əsas dəlilləri var, əsas bir çox dəlilləri var. O dəlillərdən birisi nədir? O dəlillərdən birisi budur ki, onlar deyirlər ki, siz əhl-i-sünnə, yəni siz sələflərin o iddiası ki var, yəni biz hansısa bir məzhəbi təqlid etmədən dinimizi yaşaya bilərik. Bu iddiadır. Nəzəriyyədə elə bir nəzəriyyədir ki, bunun tətbiqi yoxdur reallıqda. Azərbaycan o ölkələrdəndir ki, bunun tətbiqini göstərib və bura gətirmək istəyirdi. Və bu Yeməndə var və çox ölkələrdə var, əksər ölkələrdə, yəni sələflər var. Lakin söhbət ondan gedir ki, elə bir diyar ki, orada əhl-i-sünnə deyəndə məhz hədis əhli nəzərdə tutulsun. Məsələn, biz universitetdə olanda indi hər hansısa bir maddədə, fəndə, indi xüsusən də fıqh maddəsində və ya usul maddəsində yeni müəllimlər gələndə və ya məsciddə hansı şeyxlər, xüsusən də bu Saud olmayan tələbələrdən soruşurlar ki, məsələn, sizin ölkədə bu əsas fıqh məzhəb, yəni cəmaat hansı fıqh məzhəbinin üzərindədir? İndi kimsə deyir, Misirdən olan Şafi, ola bilsin, o özü bəlkə də sırf Şafi məzhəbi üzərində getmir, amma ölkədə belədir vəziyyət. Kimsə deyir ki, mən, məsələn, Türkiyədəndir, deyir, Hənəfi və bizdən soruşanda, məsələn, sən qayıdıb deyirsən ki, bizdə əhl-i-sünnə məzhəbidir. Deyir, necə? Deyirəm ki, hədis əhlinin məzhəbi. Və çoxsu təəccüblənir. Hətta, yəni, məsələn, elə şeyxlər oldu ki, ümumiyyətlə inanmırdılar. Azərbaycan barədə, yəni, məlumatı olan və ola bilsin var, amma məlumatı azdır. Yəni, bugün təsəvvür edin, Azərbaycanda, əlhamdülillah,
dəvətin əsası qoyulandan elə qoyulub ki, bugün Azərbaycanda bir çoxsunun xəyal zənn elədiyi, yəni bu elə bir nəzəriyyədir ki, bunun praktikada, yəni tətbiqi qeyri-mümkündür dediyi şeyi biz yaşayırıq, 10 illərdir yaşayırıq. Öz ibadətlərimizi necə tətbiq edirik, necə dəstəmaz alırıq, necə namaz qılırıq, necə oruç tuturuq, necə həcc edirik, necə qurban kəsirik, ticari məsələləri necə qururuq, bunu necə edirik? Sırf Şafi məzhəbi üzərində, Həmbəli məzhəbi üzərində, yox. Bax, biz bu nemətin üzərindəyik və bizi bu nemətə qovuşduran Allaha həmd olsun və bu kimin sayəsində olub? Həmin o alimlərin sayəsində. Şeyx Albaninin, Şeyx İbn Bəz, Şeyx Muqbil, Şeyx İbn Useymin kimi alimlərin sayəsində olub. Və kimsə deyə bilməz ki, məsələn şübhə kimi gətirə bilməz ki, bu 21-ci əsrdə və ya bir əsr bundan qabaq və ya 2 əsr yox. Bu, əlhamdülillah, biz ümumiyyətlə belə şeylərə biz baxırıq necə? Bu, tarixi bir prosesdir. İslam fıkhında, İslam tarixində elə bir dövr olub ki, elə bir dönəm olub ki, yəni heç indiki mənada məzhəbçilik anlayışı olmayıb. Alimlər olub, İmam Əhməd, İshaq, Abu Ubeyd, Şafi, Malik və qeyriləri və onların tələbələri olublar və öz şeyxlərini kör-körənə təqlid etməyiblər. Və hər kəs Quran və sünnədən götürüb. Və sonra elə bir dönəm gəlib ki, artıq məzhəblər formalaşıb, fıqhı, yəni məktəblər, ilk başda fıqhı məktəblər idi, fıqhı mədrəsələr idi. Və sonra bir müddət keçib, yəni quru məzhəbçilik, sonra bir neçə əsr keçib, artıq mutaassıblıq, hətta Şafi Hənəfiyə qız verməyib və ya tam əksinə, Məkkədə Kəbə ətrafında 4 eyni anda 4 imam, 4 mihrab olub, hər məzhəbin cəmaatı öz imamı arxasında namaz qılıb və elə bir dönəm gəlib ki, ümumiyyətlə deyiblər ki, ictihad qapısı bağlıdır. İctihad qapısını bağlayıblar. Biz buna baxırıq necə? Bir tarixi proses kimi. Və sonra gəlib mühaqqiq alimlər, İbn Teymiyyə, İbn Qeyyim və hətta Nəvəvi kimi, Suyuti və s. yəni alimlər olub, onlar elə bil ki, bu düyünü açıblar, bu bariyeri qırıblar və göstəriblər ki, məsələ belə deyil və onlara can bir çoxsunun cəhd etmədikləri sahələrə hətta baş vurublar və göstəriblər ki, ictihad qapısı bağlı deyil, ictihad qapısı açıqdır və qiyamətəcən də açıq olacaq. Bu da bir prosesdir və o müddətdən sonra artıq bu əhl-i sünnədə bir növ fıqh sahədə, elmi sahədə canlanma baş verib. Və bu canlanmanın sayəsində elə bir dönəm gəlib ki, xüsusən də son, yəni 3 əsrə qədər artıq yəni açıq şəkildə, belə deyək də, məzhəbçilik bağlarını qırmaq hətta həddinə gəlib çatıb, o mənada ki, artıq məsələn Yəməndə tutaq ki, Şokani, Sənani, İbnül Vasir kimi alimlər, Sıddıq Həsən xan və ya Pakistan, Hindistan əhlindən və ya Hicazdan, Şamdan, Cəmaləddin Əl-Qasimi kimi, Misirdən və s. yəni bir çox ölkələrdən artıq alimlər, və fikir verin, bu alimlər bir-birlərini tanımayan alimlər olub. Lakin elə bil ki, bir müşkətdən, bir çıraqdan çıxan nur olublar. Bu belədir. Və əlhamdülillah, müasir dönəmdə də Allah subhanahu ta'ala bizə nəsib edib, yəni onlar, yəni biz ibadətdə olarkən onlar sağ olublar. Şeyx Albani kimi, İbn Bəz, İbn Useymin kimi alimlər, yəni bu əsrin böyük alimləridirlər. Və ümumiyyətlə demək ki, məsələn, bəziləri bunu bir növ, bu ifadə ki var, müasir sələflər, müasir sələfi alimlər. Yəni bunu deyən nəyi qəsd edir? Əgər zamanı qəsd edirsə, bir işimiz yoxdur. Amma bununla o alimlərə hansısa bir təni qəsd edirsə, bu əvəzdir. Yəni kimsə deməsin ki, və ya deyə də bilməz, bunu isbat deyə də bilməz ki, tutaq ki, İbn Həcər mühaddis olub. Şeyx Albanidən hansısa bir üstünlüyü olub. Belə bir şey yoxdur. Hər dönəm alimin, yəni hər alimin bir özünə məxsus üstünlüyü var. Şeyx Albani elə məsələlərdə hətta hədis elmindən gedir.
üstün cəhətləri olub ki, heç ona İbn Həcər kimi hədis alimi vaqif olmuyor. Və həmçinin heç kəs deməsin ki, məsələn, İmam Nəvəvi İbn Useymindən daha fəqih olub. Belə bir anlayış yoxdur. Yəni, belə bir şey yoxdur ki, bu müasir alimdir. Mən buna biraz dırnaqarası yanaşım. Belə də təbliğat gedir. Müasir sələfi alimlər, müasir alimlər. Müasir alimlər indi zaman kəsiminə görə deyiriksə, yəni tərif, tanıtım baxımından problem yoxdur. Amma bunu tən baxımından deyirsənsə, bu tən sənin özünə qayıdır. Yəni, mütləq Şeyx Albani imam olmalıydı, imam adlana bilərdi, o zaman ki, İbn Həcərin dövründə yaşamalıydı. Yəni, həmin şeydir. Yəni, elə təsəvvür elə ki, Şeyx Albani kimi bir imam İbn Həcərin zamanında yaşayıb. Yəni, gəlin İbn Həcərlə Albaninin yerini dəyişək. Misal üçün deyirəm. Həmin şeyin eynisini bugün İbn Həcər barədə deyəcəklər. Məsələ budur. Yəni, İbn Həcərin 4 dənə əli olmayıb ki. İbn Həcər göydən enməyib ki. Hədis alimi olub. Bu da hədis alimidir. Elmləri ortadadır. Və Şeyx Albaninin bugün ümmət üçün etdiyinə bax. İstər təhqiq sahəsində, yəni əlyazma əsərləri gün işığına çıxarmaq sahəsində Şeyx Albani mühaqqiqdir. Hələm hədisçiliyini qoyaq kənara. Bunu inkar edəcəksən. Şeyx Albaninin hədis sahəsində etdiklərinə bax. Bunu inkar edəcəksən. Və kimsə deməsin ki, bugünəcən hər şey görülüb. Şeyx Albani rahmanullah gəldi. Hələm heç nə demirəm. 4 sünən sahibi. 4 sünəni götürək. Abu Davud, Tirmizi, Nəsai, İbn Məcə. Şeyx Albaniyəcən, əgər elə hədis sahəsində hər şey tamamlanmışdırsa, kim, hansı alim gəlib 4 sünəni təhqiq edib? Hədislərinə hökm verib. Var idi Şeyx Albanidən qabaq. Var idi, yox idi. Yox idi. Yəni, Şeyx Albani gəldi, bunu elədi. Və ya söhbət Şeyx Albanidən getmir. Məsələn, tutalım, biz bilirik ki, ümumiyyətlə hədis əhlindən gedir, müasir. Yəni, müasir o sözü deyirəm ki, bilə-bilə. Yəni, belə zənn eləməsinlər ki, İslam elmində hər şey bitib, hər şey tamamlanıb, hər şey görülüb. Artıq müasir hansısa bir alim üçün görəcək bir iş yoxdur, belə deyil. Məsələn, adi bir misal deyim, bəli, Buxarinin çox şərhləri var. Müslimin çox şərhləri var. Amma elə hədis kitabları var ki, o kitablara Buxariyə və Müslimin səhihlərinə o olunduğu qədər xidmət olunmuyub. Məsələn, Abu Davud, Tirmizi, xüsusən İbn Məcə və Nəsai. Məsələn, müasir alimlərdən, o da müasir, sələfi alimlərdən Muhammed ibn Ədəm Əl-Əthiyubi. Səhv etmirəmsə, keçən il şeyx vəfat etdi, rahiməhullah. Nəsainin sünənini 40 cilddə şərh edib. 40 cilddə. Yəni, Nəsainin bu formada demək olar ki, Nəsai ona can, demək olar ki, normal bir şərhi yox idi. Var idi İmam Suyutinin haşiyəsi və s. belə, amma bir belə normal şərhi yox idi. Yaxşı, onda 21-ci əsrəcən nəyi gözləyirdi? Hə, Allah subhanətlə buna nəsib elədi. Buna yazdı. Kimə? O sənin dırnaq arası dediyin müasir sələfi alimə. 40 cilddə Sünən Nəsainin özü də elə bir şərh ki, bundan sonra təsəvvür eləmə ki, kimsə gələ bir də Sünən Nəsaini şərh etməyi cəhd edə. Və ya Pakistan əhlindən Muhammed Ali Canbaz İbn Məcəni 10 cilddə şərh eləyib ki, İbn Məcənin o cür şərhi yoxdur. O da müasirlərdəndir və səhv etmirəmsə də Şeyx sağdır, hal-hazırda da. Və bu cür. Və elə Şeyx Albaninin özünü götürək. Məsələn, Şeyx Albani rahməhullah Həmbəli fıkhında Mənarus Səbil adlı kitab var. Dəlilü Talibin şərhidir. Ümumiyyətlə, bu fıkhı kitabların təxrici deyilən bir şey var. Yəni, məsələn, böyük fıkhı kitablarda olur. Bu, məsələn, Hənəfi alimi hansısa bir Hənəfi fıkhını götürür, həmin mətni dəlilləri ilə şərh eləyir və sonra həmin məzhəbdə olan bir hədisçi gəlir, həmin kitabda olan hədisləri təxric edir. Hədislərin yerini, səhihliyi, zəifliyi, çünki onu yazan fəqihdə axı, mühaddis deyil. Bu cür kitablar Hənəfi məzhəbində var idi, Şafi məzhəbində var idi, Məliki məzhəbində də var idi. Yeganə Həmbəli məzhəbində yox idi. Belə bir kitab ki, fıkhı bir kitab olsun dəlilləri ilə və o kitabı hansısa bir mühaddis təxric eləsin həmin hədisləri, Şeyx Albani edir bunu.
Yəni Şeyx Albaninin hətta Həmbəli fıkhına ən böyük tövbəsidir. Həmin o Mənarus Səbil kitabının təxrici, bizim bildiyimiz o İrvaul Qalil kitabı 11 cilddə. Həmin kitabda olan demək olar, yəni bəlkə də 95% hədisi tam, yəni təxric edib 11 cilddə. İndi sual, yaxşı, bəs bu Həmbəli alimləri, Həmbəli məzhəbində olan muhaddislər, bəs 14 deməkdir, 12 əsrdə haradaydı? Haradaydılar? Aydındır nə demək istəyirəm? Bəli, bu Allah Subhanahu Taala'nın lütfüdür. Allah Subhanahu Taala bunu Şeyx Albaninin əli ilə elədi. Burada nə var ki? Bu məsələ belədir. Ona görə Şeyx Albani rahimehullahın biz yəni məsələni elmə qaytarsaq, Şeyx Albaninin sağlığında çox mühaqqiqlər olub, hədisçilər də olub. Məsələ tək elm məsələsi deyil. Ümumiyyətlə elm iki növdür. Bir var kəsbi olan insanın özünün səyi ilə əldə etdiyi, bir də var Allah Subhanahu Taala müvəffəqiyyəti ilə olan. Hansı ki uca Allah qeyd edir ki, yu'til hikmətə mən yeşə, Allah istədiyinə hikmət əta edir. Bu Allahın əta etməsidir. Bu insanın çalışqanlığı ilə olan bir şey deyil. Ki biz Allahın bu lütfünü bu alimlərdə görürük. Nə ilə? Müqayisə ilə. Elə təhqiq sahəsində götürsək, hədis sahəsində götürsək, Şeyx Albaninin öz yerliləri var idi. Arnavutlu, Şüeyb Arnavut, Abdülqadir Arnavut. Niyə görə onların adları Şeyx Albani kimi çəkilmir? Niyə görə biz bugün oturmuşuq burada, Azərbaycanda, Bakıda Şeyx Albani'dən danışırıq? Riyadda oturan orada, Misirdə, dünyanın şərqindən qərbinəcə. Bunu sən eləməmsən. Bunu Şeyx Albani'nin öz şəxsi yəni marağı və ya cəhdi də olmayıb buna. Bu Allahın lütfüdür. Kimsə bu lütfü qısqanırsa, onun problemidir. Kimsə bu lütfü danmağa çalışırsa, onun problemidir. Kimsə buna kölgə salmağa çalışırsa, bu onun problemidir. Bacarmayacaqlar. Ona görə fikir ver, İbn Teymiyyə rahmetullah ən gözəl misaldır. Bəlkə də İslam alim Şeyx Albani kimdir ki? İslam alimləri içərisində İbn Teymiyyə qədər tən edilən, özü barədə yalan danışılan ikinci bir alim yoxdur. Təsəvvür edin, bunun təkfirinəcən kitablar yazılıb. Təbdi yox ha, təkfir. Hənəfi alimləri olublar ki, təsəvvür edin, Navaqudil İslam ki var, insanı İslamdan çıxaran, yəni insanı kafir edən, onlardan biri siz nə qoyub? İbn Teymiyyəyə Şeyxülislam demək, Navaqudil İslamdandır. Yəni kim desə ki, İbn Teymiyyə Şeyxülislamdandır, İbn Teymiyyə Şeyxülislamdır, yəni buna etiqad edəsə, buna dilə gətirsə, bu Navaqudil İslamdan sayılır. Bunu kitablarda yazıblar, qardaş. Təsəvvür edilən məsələ nə yer? İndi sual verirəm, onlar hardadılar? Həmin onlar hardadılar? Heç zikr olunur? Bəli. Haçan İbn Teymiyyənin adı zikr ediləndə, müxalif kimi. İbn Teymiyyə rahimehullahın hesabına zikr edilirlər. Bu məsələ budur. Və vaxt gələcək, elə indi də belədir, bir müddət keçəndən sonra bu daha qabarıq görünəcək. Şeyx Albani barədə danışanlar və Şeyx Albaniyə tən etmək istəyənlər bilərək və bilməyərək. Yəni vəziyyət bu olacaq. Heç nə dəyişməyəcək. Çünki Şeyx Albani rahimehullahın sağlığında hətta sırf Şeyx Albani'dən gedirsə, bu kampaniyalar onsuz deyil, onun sağlığında da var idi. Danışanlar danışırdı və şeyxin vəfatından artıq nə qədər keçib? 20 ildən artıq. Düzdürmü? Və heç nə də dəyişməyib. Yəni həmin o bayaq dediyim kimi şeyxin öz yerliləri idi. Amma Şeyx Albanini imam edən nə oldu? Tək elə mücərrəd elm yox. Məsələ bu yerdədir. Ona görə görürsən kimsə gəlir, deyir ki, Şeyx Albani təhqiqdə biraz zəif olub. Hə deyirsən yaxşı. Sonra məsələn gəlir deyir ki, Şeyx Albani ümumiyyətlə fəqih olmayıb. Məsələn, fəqih olmayıb. Bunun məqsədi var. Deyir ki, Şeyx Albani fəqih olmayıb, yaxşı Şeyx Albani nə olub onda? Şeyx Albani muhaddis olub. Görürsən bir müddət keçir, gəlir, deyir ki, muhaddis olub, amma mütəsahil olub. Tam sabit olmayıb. Yəni Şeyx Albani fıqh sahəsindən çıxartdı. Bir müddətdə sonra hədis sahəsindən çıxartdı. Sonra da gəlir deyir ki, Şeyx Albani ümumiyyətlə ircalıq da olub. Yəni heç nə qalmadı. Yəni təsəvvürlə ümmət üçün həqiqətən, yəni fərqi yoxdur heç. Heç mən demirəm, baxın, bayaqlar görün mən nə misallar çəkdim. Hansı ki o misalların məsələn hədis sahəsində, təhqiq sahəsində, təxric sahəsində gördüyü işlərin heç bu sırf sələfi etiqadla da əlaqəsi yoxdur ya. Ümmət üçün elmi sahədə görülən işlərdir. Yəni 4 sünənin təhqiqinin sələfiyyətlə nə əlaqəsi var?
Həmbəli fıkhında Mənarus Səbirin 11 cilddə təxricinin sələfiyyətlə nə etiqad əlaqəsi var? Bu elmi sahədə görülən işlərdir. Yəni bunu danmaq olar. Allah Subhanahu taala bu imamın əli ilə yazıb bunu. Və məsələlər bununla bitmir. Məsələ bundadır ki, Şeyx Albaninin tasfiyə və tərbiyə babında gördüyü işlərə bax. İnsanları xüsusən də bidətlərin çirkabından çıxarmaq yönündə bugün demək olar ki, yəni bizim dinimizin təbəlli nədir? Tevhid və sünnə. La ilahe illallah Muhammedur Rasulullah. Yəni insan bununla İslam'a girir. Bu sənin şəhadətindir. Düzdürmü? Bu nədir? La ilahe illallah, yəni şirkin əksi olan tevhid, Muhammedur Rasulullah, yəni bidətin əksi olan sünnə. Demək olar ki, biz yəni son əsrdə Allah Subhanahu taala iki Muhammed ilə, bir Şeyx Muhammed İbn Abdülvahhab ilə tevhidi və Şeyx Muhammed Nasiruddin el-Albani ilə də sünnənin şanını ucaltdı. Bunu inkar edən etsin, etməyən etməsin. Bugün təsəvvürlə, yəni tevhid əhlini, sünnə əhlini bu kişilərə nisbət edirlər. Kimlər? Hətta bizim müxaliflər. Məsələ bu cür aydındır yəni. Yəni nəyi demək istəyirəm? Demək istəyirəm ki, bugün xüsusən də burada, yəni biz özümüzdən danışırıq. Yəni tevhid əhli və sünnət əhli olan hər kəs bu cür alimlərə borcludur. Bu alimlərin bizim üzərimizdə minnəti var. Sadəcə olaraq problem odur ki, kimsə gəlib bugün, nə bilim, 2 dənə kitab oxuyur və ona elə gəlir ki, bu belədir, yox belə deyil. Ona görə alimlərə hörmət edilməlidir və yəni Şeyx Albani rahimehullah etiqadında sabit olan alimlərdən olub və kitabları və şeyxin dəstəri etiqadı göz qabağındadır. Yəni təsəvvür edin. Hətta biz belə fərz eləsək ki, bunu mən fərzi üzərində deyirəm. Halbuki Şeyx Albani hansı məsələlərdəki, hətta etiqad babında ittiham olunub, o məsələləri bilirik və müdafiə etməyə də qadirik. Heç bir problem də yoxdur. Tam rahat. Lakin məsələ bunda deyil. Məsələ bundadır ki, burada başqa söhbətlər var, başqa məsələlər var. Yəni, bu adi bir misal deyim. Gəlin belə bir fərz eləyək ki, nə qədər böyük İslam alimləri olub, fəqihlər içərisində, hədis alimləri içərisində, o alimlərin, yəni etiqad babında hətta deyərdim, müəyyən qədər ciddi problemləri olub. Elə deyil. Əhl-i sünnənin o alimlərlə müamiləsi necə olub? Məlumdur. Bunu danışmağa ehtiyac yoxdur. İndi gəlin təsəvvür edin ki, həmin alimlər bugünkü dönəmdə yaşasaydı, yəni elə bil ki, Şeyx Albani ilə onların yerini dəyiş. Onda elə çıxır ki, sən geniş dünyanı onun başına darı etməliydin, yəni. Ümumiyyətlə, əhl-i sünnə dairəsindən çıxartmalıydın. Onda yaxşı, elədirsə, niyə etmirsən? Ona görə etmirsən ki, o müasir deyil. Yəni 6 əsr bundan qabaq yaşayıb deyənə toxunmaq olmaz. Yəni, bu çox qəribə bir haldır. Toxunulmazlıq statusunu nə ediblər? Tarixlə götürüblər. Yəni sən 6 əsr bundan qabaq yaşamısansa, ya 4-5 əsr, belə bir qəribə bir şey formalaşıb. Hətta bəzi özünü elmə nisbət edənlərdə belə. Yəni sən əgər 4-5 il bundan qabaq yaşamısansa, deməli sən biraz bizə nisbətdə qədim alimlərdənsən. Artıq sən toxunulmazlıq statusunu almısan. Filan kəs müasirdirsə, müasir alimdir, bu müzakirəyə açıqdır. Bu qətiyyən səhvdir. Ona görə mən əvvəlində dedim ki, İbn Həcərin hədis elmində Şeyx Albanidən, Nəvəvinin də fıqhda İbn Hüseymindən bir üstünlüyü yoxdur. Bir artıq cəhəti yoxdur. Ola bilsin hansısa bir məsələdə üstün cəhəti varsa, bu alimlərin də hansısa bir məsələlərdə onlardan üstünlüyü var. O belədir yəni. Amma İmam Nəvəvi əqidədə elədiyini Hüseymin eləsəydi, bizim problem. Təbii, dəhşət olardı. Bəli. Həm də ki, bu biz bilirsiniz necədir, yəni bir alimə dəyər, yəni kiminsə sözünə görə verilmir. Əgər kiminsə sözünə görə qalsa, Şeyx Albaninin belə desək, heç təskiyə ehtiyacı yoxdur. Yəni Şeyx Albaninin öz əsərləri və əsərləri də iki növ. Bir canlı, yəni tələbələri, bir onun kitabları. Yəni siz bunu dəqiq bilin, qardaşlar. Şeyx Albani qədər müasir dönəmdə elmi inqilab edən ikinci adam yoxdur. Bunu dəqiq bilin. Bunun əksini iddia edən heç iddianı isbat nədir, heç edə bilməz. Yəni müasir dönəmdə elmi müstəvidə, xüsusən də hədis elmində, elə əqidə babında, mənhəc babında, tasfiyə, tarbiyə babında, yəni sünnətin, tevhidin yayılması babında
Şeyx Albani'nin gördüyü işi, yəni bu adam ümmətin işini görüb. Yəni ümmətin, Şeyx Rabi Hafizahullah'ın gözəl bir sözü var, deyir ki, Müsəlman dövlətlərinin, Müsəlman əmirlərinin boyunlarında olan fardul ayını ümmətin, Şeyx Albani görüb, fərd. Sən nə danışırsan? Allah'tan qorxmaq lazımdır. Yəni sənin yox ha, ümmətin görəcəyi işi bu adam tək görüb. Fərd olaraq. Məsələ bu yerdədir. Yəni biz bu imamla, Şeyx Albani imamdır. Müasir dönemdə, subhanallah, bunu mən desəm, sən desəm, biz cahillər başqa yer. Təsəvvür edin, saçı saqqalı, elm uğrunda, dəvət yolunda ağarmış şeyxlər, alimlər deyirlər ki, biz deyir Şeyx Albanini sünnə ilə, sünnən Şeyx Albani ilə tanıdıq. Yəni bu cür bağlılıq, yəni ət sümü misalındakı kimi. Hətta Şeyx İbn Baz, yoxsam Şeyx İbn Bazın müəllimi Şeyx İbrahim, deyir ki, Şeyx Albaninin dəvəti gələnəcən fikir verir, fərdə qaytarır dəvəti. O boyda əhl-i sünnənin dəvətini fərdlə bağlayır. Yəni yaxşı mənada. Deyir, Şeyx Albaninin deyir bu dəvəti, yəni bu yəni təbliğatı gələnəcən deyir, bizdə deyir Hicazda, indi yəni Saudiyada deyir, yəni fətva verəndə müftili baxmırdıq deyir hədisin zəifinə səhinə. Deyir, Şeyx Albaninin dəvəti gələndən sonra artıq başladıq deyir hədislərin baxmağı ki, hədis səhihdir, zəifdir, səhih hədisə görə yəni çalışaq, hökm verək. Yəni Şeyx Albaninin dəvəti böyük alimlərin, yəni ölkələrdə olan hansı ki müstəqil müftilik olub, onların fətvalarına təsir edib. نسأل الله لشيخنا الألباني الشفاء العاجل وأن يبارك في بقية عمره وينفع الناس بالعلم. الرجل لا شك أنه أحسن إلى الأمة الإسلامية بما نشره من العلوم العظيمة ولا سيما علم السنة، فإنه هو الذي فتح الباب، فيما أعلم فتح الباب للناس. وكان الناس فيما سبق يقتصرون على ما كتبه فقهاؤهم، فالحنابلة على كتب الحنابلة، والشافعية على كتب الشافعية، والأحناف على كتب الحنفية، والموالك على كتب المالكية، ولا تكاد تجد أحدا يخرج عن نطاق مذهبه. لكن هذا الرجل فتح الله به على الناس أن صاروا يتكلمون في السنة ويحققونها ويحررونها، فجزاه الله خيرا ونفع بعلومه.